Bütün ailələsən 11 nəfərin, 11'i də yoxdur. İndi mən bir həftədir buradayım. Gələn meyitlərin çoxunun baş üstündə yox ki, tanıyam ki, mənim qohumlarım, qardaşım balalar hansıdır? Bütün cavan gəlinlərin hamısının əl dırnaqlarının ətlərini belə məni axtarmaq üçün içəridə sənət qalmayıb. Bütün əllərini belə soyublar, sümüklərini doğrayıb atırlar. Gəlinlərin hamısının gözlərini töküblər, gözlərini, bu ətlərin əksəriyyətini doğrayıb tikə-tikə yığıblar. Gündən 87 nəfər gəldi buraya, gecə gəldi, gürültüdən başqa gecə 87 nəfər gəldi. 87 nəfərin saymışam, 9'unun gözü üstündədir. Qalanının gözünü töküb təmiz eləyirlər, ətlərini tikə-tikə doğrayıb yığıblar abıclarına, dilləri ağızlarında yoxdur. 26'sı gecə orada yatışmışdır. Onda gördük ki, bütün atışma elə qəflətən qopdu. Siz oradaydınız? Bəli, mən qardaşım evindəydim. Atışma qopandan sonra kimin ağzı hara gəldi? Bütün dağılışdıq meşə ilə. Bir tek kardeşim kızıyla mən qutardıq. Meşələrlə əhyalın başasımız gəldik, çıxdı, düşməli qırmərinin əlinə.